Salam, əziz dostlar, əziz Facebook izləyiciləri, sosial şəbəkə bizi izləyənlər. Bugün bizim bir xudmani, yəni bir balaca məclisimiz oldu burada. Bizim Ağsaqqal şairimiz, Gəzarxan şairimiz, dəstəkçilərimiz Hüseyin müəllim, sözlüyün, bizim gözəl şairimiz, qardaşımız, Gəzarxan şairimiz, Fərhad Zəngərli, Vaiz, bizim hamımızın tanıdığımız, hamımızın dostu, gözəl şairimiz, gözəl insan, Vaiz Kəmər. 4 nəfər və mən Adınca Pakeş. 4 nəfərik bir məclis təşkil elədik. Məclisin də əsas səbəbi ondan ibarət oldu ki, bugün bizim gözəl qardaşımız, bəstəkar şair Gəzarxan Hüseyin Sözlüyünün 80 yaşı tamam olur. Vahid Kəmərli qardaşımız da 70 yaşı tamam olur. Və Vahid qardaşımızın da təzə bir kitabı çıxıb çatdan, Sənsiz Keçən Ömür. Vahid qardaşımızı təbrik edirik. Hüseyin qardaşımızın da bu yaxınlarda 2-ci divan kitabı çapdan çıxıb, təəssüf ki, burada yoxdur. Olsa, onu da göstərərdik, amma inşallah növbəti məclislərimizdə, tədbirlərimizdə onu da işıqlandırıb, onun haqqında da danışırıq. Kitabları çapdan çıxıb. Bir də təbrik edirəm və ağsaqqallarımızı, şairlərimizi ürəkdən təbrik edirəm, uzun ömür, can sağlığı arzulayıram. Hüseyin müəllimi də, Vahid müəllimi də. Allah sizə can sağlığı versin, qardaş. Allah sizə güclü təb versin. Fərhad Zəngərli qardaşımız da inşallah, bu da bizim çox istedadlı bir şairimizdir. Biraz küsəyə bir hesabda var, arada görsə nə olur. Amma yola verdikdə indi bir qardaşdır, ne deyək? Ona da can sağlığı arzulayıram. İnşallah bizim növbəti məclisimizdə, Sarı Açıq Ədəbi Məclisində çalışacağım ki, bu bizim 2 yubilyarımızı, 2 kitabı çıxmış müəlliflərimizi, divan kitabı və Sənsiz Keçən Ömür kitabının müəllifin məclisimizdə onların haqqında da geniş məlumat verən oxucularımıza, izləyicilərimizə, məclis üzvlərinə, xalqımıza onlar haqqında geniş məlumat verək, onların yaradıcılığı ilə, onların həyatı ilə, onların şeirləri ilə tanış olsunlar. Və sözü çox uzatmadan belə sözü vermək istəyirəm. Bizim həmin bu yubilyarların ən ağsaqqal şairimiz Hüseyin müəllimə söz vermək istəyirəm. Hüseyin müəllim də görün, öz oxucularına, öz izləyicilərinə, öz şeirlərini bəstələdiyi insanlara 200-dən artıq şeir mahnının müəllifidir. Ürək sözlərini eşitək Hüseyin müəllimin. Həm də bir ağsaqqal bir məsləhətə eşitək. Təşəkkür edirəm Vahid müəllim. Mən çox şadam ki, bu yığıcan bir məclisdə bugün 2 yubilyarın haqqında müəyyən məlumat verdiniz. Çox sağ olun, təşəkkür edirəm. Sizlərə və bizi eşidənlərə, dinləyənlərə uzun ömür, can sağlığı, yazarlara yaradıcılıq uğurları arzulayıram. Və deyirəm ki, yazın yaratın. Həyat yazıb yaratmaq üstünə qurulur. Yazıb yaratmaq sevgi deməkdir. Həyat sevgidir. Mən şeylərinin birində belə bir şeiri var. Həyat sevgidir. Mən kitablarım var. Bilin adı, həyat sevgidir. Sevgi ilə yaşayan insanlar qocalmaz. Və mənə çox tez-tez bu sualı verirlər ki, ay Hüseyin müəllim, siz bu yaşınızda, 80 yaşınızda baxanda görünmürsünüz 80 yaşında. Deyirəm ki, həyatı sevmək, insanları sevmək, yaxın dost olmaq, dənizəni bölüşmək insanları cavan saxlayan amillərdən biridir. Və ona görə mən hər-birinizə uzun ömür, can sağlığı, yaradıcı uğurları arzulayıram və mənim haqqım deyilən xoşları üçün təşəkkür ederim. Çox sağ olun Hüseyin müəllim. Xoş sözlərə görə, ağsaqqal məsləhətinə görə,
bizim yaratıcı insanlara xeyir-dua verməyiniz, uğurlu yol arzulamağınıza görə sizə təşəkkür edirəm. Amma sizdən bir qəzəl də istəyək. Bir qəzəlimiz də buyurun. Çünki burada söhbət şeiriyyətdən, qəzəldən, sözdən gedirsə, biz ona da əməl eləməliyik. O qəzəliyyatı, şeiriyyəti də cəmaata əsirgəməməliyik ki, biz özümüz üçün yazmırıq. Oldu. Qəzəllərimdən biri xəstəyəm. Dərman üçün nazlı bir yar istər könül. Dərdimə məlhəm olan təkcə dildar istər könül. Eşq ateşində yanmaq mənə qismət olub, ürəyim sərinlədən bir zanqar istər könül. Demirəm bir gül kimi vurğun olub bülbülün xoş ləhzəsinə, həyatda sənsiz ey gül bir ansarı istər könül. Sözlüyəm, bağrım pişir eşq modunda ey gülüm, kimsəyə nəzər salsam, ahuzarı istər könül. Çox sağ olun Hüseyin müəllim, Allah sizə can sağlığı versin. Çox gözəl və bu arada yenə qayıdıram bizim gözəl şairimiz Vahid Çəmənliyə. Onu da qeyd edim ki, Hüseyin sözlüyü bizim Naxçıvan bölgəsindəndir. Vahid Çəmənli də adım daşıdır, Ağdam rayonunun Çəmənli kəndindəndir. Və müxtəlif bölgələrdən Fərhad qardaşımız bizim Şamaxı bölgəsindəndir. Mən özüm Laçın rayonundan. Qaxdan, bəli, Qaxdandır, üzr istəyirəm. Mən özüm də Laçın rayonundan. Yəni, müxtəlif bölgələrdən olsaq da hamımızın qəlbimiz, ürəyimiz birdir. Və bir yolumuz da birdir, əməlimiz də birdir, əqidəmiz də birdir. Vahid qardaşımız da mən deyim ki, ümumiyyətlə Vahid Çəmənli şeiriyyətdə, poeziyada bəlkə də indiki müasir dövrümüzdə ən güclü bir şairlərimizdən biridir. Füzulini, Seyid Əzim Şirvanini, Mirzə Ələkbər Sabiri, Mir Həmzə Nicarini, ümumiyyətlə bizim klassiklərimizi əzbərdən bilən bir şairdir. O cümlədən də özündə bütün şeir janrlarda, vəzinlərdə, formalarda şeirlər yazır, çox da gözəl şeirləri var. Və Vahid qardaşımıza da söz verəcəm, Vahid Çəmənliyə. Və onu da 70 yaşını təbrik edirəm, 70 ilin yubiley olacaq inşallah. Kitabını da təbrik edirəm bir də. Və söz verirəm Vahidə, Vahid Çəmənliyə. Vahid Çəmən də həm öz fikirlərini bölüşsün oxucuları ilə, izləyicilərlə, həm də öz şeirlərindən bir gözəl bir şeirin oxucularına bizlərə təqdim edilsin. Çox sağ ol Adil. Bizim ömrümüzün son hardasa 8 ili bir yerdə keçir. Demək olar ki, biz çox tez-tez görüşmüşük. Mən sizin mənim ünvanıma, eləcə də dostum Hüseyin sözünün ünvanına dediyiniz xoş sözlər bizə zövq verdi. Mən elə bu məclisdə şair dostlarıma adlı mənim bu bayaqlar təqdim elədiyiniz Sənsiz Keçən Ömür, əvvəla bu Sənsiz Keçən Ömür mən öz həyətimə müraciətlə demişəm. Bu kitabdan mən bir şeir oxuyacağım. Elə şeirin adı da Şair Dostlarımadır. Dost adına neçə qoşma yazdınız. Hamısı da şikayətdir, şikayət. İndi kimi cərgənizdən pozdunuz, eyiblərini söylədiniz nəhayət. Dost deyəndə yadınıza kim düşür? Kimin işi əlinizlə ötüşür? Dost odurmu iki əlli görüşür? Üzün, gözün basır amma qəramət. Zaman bəddir, qınamayın kimsəni. Bağışlayın, tez-tez umub kisəni. Hatəm varmı açıb tükək səni? İmkan yoxsa necə etsin inayət? Deyirlər ki, dost dostuna tən gərək. Tən olmasa ondan dura gen gərək. Ürək dostu bir nəfər yox, min gərək. Dost çox olsa məgər qopar qiyamət. Hər kəs haqqı istəyirsə əzəldən, niyə yoxdur öz xətasını düzəldən? Vahid bəsdir, hara yumma düzəldən. Düzəl çoxdur, amma varmı kəramət? Var o, Vahid,
Çok sağ ol, çok güzel bir dostlar hakkında bir şiir oldu. Mesela ben onu diyebilirim ki Vahid'in şiirleri. Okudukça Vahid'in şiirleri, yani bu Vahid'in şiirlerinde kiməsə benzerlik görebilmezsiniz. Mesela Vahid özü şiirlerinde Nebati'ye nezirələr, Nebati'ye benzetmeler yazır ki, orada Nebati'ye başka şairlerimizden benzetmeler yazır ki, orada o şiirleri okuyanda ya Vahid'in öz səsində eşiləndə hiss edirsən ki, o məktəbdən bəhrələnmiş bir şairdir, həmin o məktəbin davamçısıdır. Amma Vahidin öz yazdığı şeirlər sırf Vahidin özünə aiddir. Yəni heç kimə bənzəməyən şeirlərdir. O cümlədən də bizim Fərhad qardaşımız, bəxtə qeyd elədim, bizim Qax bölgəsindəndir. İllərdir ki, bir yerdəyik, Sara Şair Məclisinin sayəsində bir çox dostlarla illərdir ki, bir yerdə kim-kimlə gedirik. Hətta bir, mən deyim ki, ailəvi dostlara çevrilmişik. Yəni bir-birimizdən qardaş kimi də belə deyim ki, özümüzü daha doğma bildik bir-birimizə. Bir-birimizdən bir neçə gündə ayrı olanda darıxırıq. Öyle. Mən də indi söz verirəm bizim Fərhad qardaşımıza, Fərhad qardaşımız da, bu da bizim ağsaqqal şairlərimizdən. Burada deyəsən bir yaşdan kiçik olan mənəm, amma elə mənim də az yaşım yoxdur. 61 yaşa əgər az saysaq, sənin də az yaşın. Baxanda Fərhad da məndən yaşdan böyükdür. Yəni sizi özümə ağsaqqal sayıram. Yəni mən Çox sağ ol. böyüklərimsiniz. Mən sizlərə Allah var eləsin. Söz Fərhadındır, Fərhad da dostum. Bu yubilyarlar haqqında öz fikirlərimi, öz xeyirdalarımı, öz ürək sözlərimi desin. Sonra da öz şeirlərindən bir gözəl şeirini də dinləyək. Çox sağ olun mənim. Dostlar görüşməyə bir bəhanə lazım deyil. Adi bir sözdən, adi bir yada düşməkdən yığışırlar. İndi bugünkü məclisimizdə düzdür, Seyid müəllimin 80 illiyini bir neçə dəfə yığışmışıq, təbrikləmişik, amma bir daha təbrik edirəm. Vahid müəllimin də 70 illiyini bugün yenə qeyd edirik. Həm də yeni çıxmış kitabını mən qeyd eləmək istəyərdim. Oxucuları daha doğrusu təklif edərdim ki, alıb oxusunlar. Çox gözəl, çox mənalı, romantik, məzmunlu şeirləri var. Hər halda Vahid Səmədinin yaradıcılığı haqqında nə qədər istəsə danışmaq mümkündür. Amma mən uzun-uzaq danışmaq istəmirəm. Çox məntiqli, çox ürəyə yatan həyatı şeirləri var. Çox təklif edərdim. Kitabı hər kəs əldə edib, oxusunlar. Bir daha təbrik edirəm. Çox sağ ol, çox sağ ol, çox sağ ol. Uğurlu olsun. Arxası gəlsin. Sizə də təşəkkür edirəm. Cəfərkeş müəllim. Siz də bizim üçün çox böyük, dəyərli şairsiniz. Saraşıq məclisinin yaradıcısı, aparıcısı kimi həmişə sizə böyük ehtiramım var. Biliyinizə, bazarınıza həmişəlik deyirəm. Allah var eləsin sizi. Bundan sonra da Allah qüvvət versin sizə bu işi davam etdirəsiniz. Çox sağ olun. İndi bir qəzəl oxuyarım. Şifahi bilmirəm mən, ona görə telefonla biləcəm. Bəlkə eləməz. Oxuna olsun. O da son qəzəllərimdəndir, yəni axır vaxtları çox az yazıram. Təmkinlə kitab dəftər açıb söz yazıram. Ruhumla da həmrəy təlinə müntəzirəm. Bağbanı deyil, öncə gülüstanını göstər. Ehmalca üzüb tərsinə müstəd üzürəm. Eşkimlə ilahi yaradan cümlə cahanı, sevgimlə də sevdanələrə bir nəzirəm mən. Mütləq də deyil kimsə söz açsın nəzərimdən, hər kəlməni dildən, dodağımdan süzürəm mən. Hərdən görənin gözlərinin qurbanı olda, görməzliyə məftun, riyasından bezirəm mən. Səngərliyə əlbət tanıyıb təhsil edənlər, bilsin ki, biraz haqqı sayım var, gözürəm mən. Çox sağ ol, Fərhad müəllim, çox sağ olun, təşəkkür edirik. Artıq mən buna da bizim yuriyarlarımıza, hər birimizə
bütün Sahra Şəhər Məclisinin üzvlərinə uğurlar diləyirəm. Yaradıcılığa uğurlar arzulayıram. Sağlam can, ürəklər, gələcəkdə yeni şeirlərlə, kitablarla, nailiyyətlərlə sevindirməyi arzulayıram hər birinə. Bütün Sahra Şəhər Məclisinin üzvlərinə. Və bundan sonra sözü verəcəm Vahid Kəmənliyə. Yəni, bundan sonra mən öz vəzifəmi yerinə yetirdim. Söz səlahiyyət sizdədir. Çox sağ ol Adil müəllim. Mən elə səndən əvvəlcə bir şeir almaq istəyirdim. Yəqin ki, sən də bir hədiyyə edərsən, bir şeir hədiyyəsi edərsən. Bəli, mən onda qeyd edeyim ki, elə söhbət əsasında düzdür, mənim anadan doğulma tarixim 15 Mart'a təsadüf edilib. Yəni 15 Mart'da anadan olmuşam. Öz rəhmətli anam Allah bütün eləmə rəhmət eləsin, həmişə deyək, çərşənbə axşama anadan olmuşsan. O da təqvimdə baxdım 66-cı ildə gəldi, Mart ayının 15-nə təsadüf edir, amma istərəd üzrə 6 iyunda mənim doğum tarixim. Təbrik edir. Sənəd üzrə səni təbrik edir, sənəd üzrə. O da bir xoş təsadüfdür. Hüseyin müəllim də bayaq mən təbrik elədi. Hələ bir mahnı da söz verdi. İndi mən də bir şeir oxuyaram, təzə yazım bir şeirin birini oxuyacam. Dəli dağın sinəsiyəm, sürünən duman yeriyəm, şimşəklərin hədəfiyəm, çovğunun cuman yeriyəm. Haqq başıma çəkib əlim, bilmirsinizsə əgər, bilin. Bir müqəddəs pirəm, gəlin, and yeri, iman yeriyə. Söyləyirəm hələ ağzın, qoy söyləyin, sizsə yazın. Mən bir eşkin nakan qızın, təsəlli uman yeriyə. Sevincimin yox dayağı, kəsilibdir bir ayağı, yan almır vüsal qayığı, həsrətə liman yeriyə. Hər müşkülü duya-duya, yaşayıram mən də güya. Qəbr ediyəm çox arzuya, ah yeri, aman yeriyə. Var olun, hər birində çox sağ olun. Təşəkkür edirik Adil Cəfakeş. Sən həqiqətən bizim şeirimizin cəfakeşisən. Sənin hansı mövzuda istəsən şeirlərin var, hansı mövzuda desən o aləmdən xəbərin var. Ona görə də sən bugün sayılıb səslənən şairlərsən, şairlərdən birisin. Əziz qardaş, çox təşəkkür edirik ki, bugün sənin varlığın bizim məclisimizi rövnəqləndirdi. Sənin gözəl fikirlərin, gözəl ideyaların var ki, inşallah bunların hamısını biz həyata keçirdəcəyik hamısından. Mən bu kitabımda demək olar ki, dostların şəkilləri var. Mən necə deyim ki, bu sizin kitabınızdır, yəni mənim kitabım deyil, bu sizin kitabınızdır. Burada sizin, bəli, burada çoxlu şeirlər, şəkillər var ki, sonra müxtəlif mövzuda şeirlər var ki, dostlara yazılıb. Bunların əksəriyyəti necə deyirlər, belə ithaf şeirləridir. Ancaq ithaf şeirləri olmağına baxmayaraq, bu ithaf şeirlərinin özünün də içində bir məna var. Məsələn, bugün burada özü olmayıb, qəlbi, könlü bizlə olan dostlar var. Azəloğman Qorqud, İldir Məlişoğlu, bunlar müxtəlif səbəblərdən burada iştirak edə bilmirlər. Biz onlara da salamlarımızı göndərdik. Və bu qısa söhbəti mən istəyirəm bu kitabdan bir dənə şeirlə sizə çatdırım və bitirim bu söhbətimizi. İnşallah gələcək günlərdə, gözəl məclislərdə görüşənədək yəqin ki, bunlar hamısı bir tarixdir, bir zamanı yaddaşına yazılan bir fikirlərdir, sözlərdir ki, hamısı gələcəkdə öz həyatımızda öz əksini tapacaq. Mən bir şeir oxumaq istəyirəm, bununla da bitirmək istəyirəm bu söhbəti, videomuzu yormayaq dostlarımızı. Şeirin adı
Gecələr 2 ilə 3 radələri. Eşqin badəsini içənlərik biz. Axtarıb taparıq həm badələri. Öldü var, döndü yox bu ulu yoldan. Həm də yolçu edər əm sadələri. Bizik sübhə kimi söz qarışdıran, yarına 100 cürə ad yaraşdıran, bizik zamanı da belə çaşdıran, gecələr 2 ilə 3 radələri. Bir bulaq qaynayır, sinədən çıxır, gözlər xumarlanır, halədən çıxır, əl üzə söykənir, çənədən çıxır, qoyur ortalığa iradələri. Eşq ilə cisminə od vuran kəsin, amandır qınayıb kəsməyin səsin, vahid bir ah ilə yanan nəfəsin nəğməyə çevrilir ifadələri. Təşəkkür edirəm. Çox sağ olun, dostlara salamlar. Sağ olasınız. Sağ olun, var olun.